Biz Oğuz xan dastanına baxdıqda burada iç Oğuz, dış Oğuz anlayışının olduğunu görürük. Biz mənbələrə baxdıqda Sisakan sözünün olduğunu görürük. Sisakan sözünü bəziləri si və sak sözünə ayırır. Yəni Sisakan sözündə sak hissəsinin sak türk boylarına aid olmasında şübhə yoxdur. İlk hissə olan si hissəsini bəzi tarixçilər su boyları ilə əlaqələndirir. Növbəti bir qism tarixçi isə bu su hissəsinin su tayfaları ilə bağlı olduğunu qeyd edir. Mən isə düşünürəm ki, buradakı Sisakan sözü iç saklar deməkdir. Yəni iç sakları nəzərdə tutur. Və biz eyni ilə Herodotda qədim mənbələrdə Sasber boylarının olduğunu görürük. Firidun Cəlilov Sasber sözünün sa və sper hissəsinə bölərək göstərir ki, buradakı sa hissəsi bir şəkilçidir. Sper hissəsi isə bizim bildiyimiz Subar türklərindən başqa bir şey deyil. Və sa hissəsini Firidun Cəlilov düşünür ki, bu Gürcü dilində olan ola bilsin ki, ön şəkilçidir. Mən buradakı sa hissəsinin də iç sözündən olub, iç subarlar olduğunu düşünürəm. Yəni, dolayısıyla demək ki, biz iç Oğuz, dış Oğuzun olduğunu görürük. Həmçinin toponimlərdə, şəhər adlarında demək Sisakan, yəni iç sakların və iç subarların, yəni Sasberlərin olduğunu görürük. Və bu arada xatırladım ki, biz Tovuz rayonunun adı ki var, əslində o Tovuz rayonu hər hansısa quşu təmsil etmir. Bu da dış Oğuz deməkdir. Biz Qazax rayona baxası olsaq, burada bir neçə kəndin adına diqqət etməliyik. Demək ki, Qazaxda Kosalar kəndi var, Salahlı kəndi var, yuxarı, orta, aşağı Salahlı, Daş Salahlı və Qəmərli kəndi var. Həmin bu Qəmər sözü Kimer sözü ilə eynidir. Yəni, İncildə keçən Qomer, Kimer və saklarla daim dostluq və düşmənçilik münasibətində olan türk boyu olan Kəmərlidir. Çox təəssüf ki, daha sonra biz tarixi tərsindən oxuduğumuzdan həmin Kimerləri götürüb elləmişik Kəmərli, yəni belə bağlanan Kəmər. Və ya o Kosalar kəndi demək Oğuz, Kas sözündən başqası deyil. Və eyni ilə burada Şıxlı kəndi var. Şıxlı kəndi də əslində Sak eli deməkdir. Sak eli. Və eyni ilə Salahlı sözü var. Əslində buradakı Salahlı kəndi sak və ak sözünün birləşməsindən formalaşan boyada olduğunu, Ağsaklar mənasına gəldiyini və dolayısıyla Ağsakların qurduğu kəndə daha sonra biz Salahlı demişik. Ondan da biri Daş Salahlıdır Qazax rayonunda. İndi buradakı Daş Salahlı, daşlıq ərazidə olan Salahlı mı deməkdir, yoxsa dış Salahlı, dış Saklar mı deməkdir? Düşünə bilərsiniz ki, Daş Salahlı sözündəki sak və ak sözü fonetik bənzətmədir. Biz Gürcüstanda Ağsqa elinin olduğunu görürük. Həmin Ağsqa nədir? Ağsaklar deməkdir.